3 şəhid biz verdik və 3 yaralı və tam olaraq geri döndük daimi yaşayış məntəqəsinə. Növbəti bir tapşırıq verildi. Yəni bu tapşırıq demək olar ki, relyefə görə daha bir çətin tapşırıq idi. Demək olar ki, təsəvvür edin ki, tikanlı, qara tikanlı yerdə, cəngəllik bir yerlə hərəkət edirdik. Yəni hərəkət eləmək də çox çətin idi. Yəni, burada da istehkamçıların üzərinə böyük məsuliyyət düşürdü. Yəni buradan minalanmış sahənin açılması, yəni enişli, yoxuşlu yollardan keçmək. Allaha çox şükür, yəni bu işin üzərindən gəldik. Yəni ön xətt açıldı və düşmənin arxasına sıza bildik və hərəkətimizi davam elətdirdik. Müəyyən bir məsafəni hərəkət eləyəndən sonra demək olar